Milli qəhrəman, iş adamı İbad Hüseynli Xankəndi şəhərində restoran açır. İbad Hüseynli bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. Bugün açılışı olacaq restoran şəhərin mərkəzi meydanında yerləşir və Qarabağ qəhrəmanı adlanır. Qeyd edək ki, İbad Hüseynli həm də Bakıda fəaliyyət göstərən avtobus şirkətinin sahibidir. Həmin şirkət 26 saylı müntəzəm marşrut xətti üzrə sərnişinlərə xidmət göstərir. Yuriy Petroviç Kamayev şöhrət ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Doğru Xəbər Azərbaycan bildirir ki, sərəncamı əsasən Azərbaycanın təhlükəsizlik orqanlarında uzun müddətli səmərəli fəaliyyətinə və vəzifə borcunu yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə Yuriy Petroviç Kamayev şöhrət ordeni ilə təltif edilir. Xalq artisti Arif Babayevin 1-ci fəxri xiyabanda məzarı üzərində qəbrüstü abidəsi ucaldılıb. APA TV xəbər verir ki, abidənin müəllifi Cavanşir Dadaşov və Nəriman Tağıyevdir. Abidə sənətkarın əlində qaval aləti olan təsvir əsasında hazırlanıb. Qeyd edək ki, Arif Babayev uzun sürən xəstəlikdən sonra ötən il avqustun 1-də vəfat edib.